Oturacağımız sahəsi 250 kvadrat santimetr, hündürlüyü 60 santimetr olan düz prizma formalı qabda 30% duz məhlulu var. Bu məhlulun içində saf su olan ikinci qaba tökdükdə ikinci qabda 12% məhlul alındı. Məhlulların daşınması üçün tutumu 7 və 6 kiloqram olan qablardan istifadə olunur. Birinci sualda həcmi 1 kub santimetr olan 30% duz məhlulu miqdarı 1,2 qram olduğu verilmişdi və birinci qabdakı məhuldakı duzun miqdarı tələb olunurdu. Biz burada qabın həcminə əsasən məhlulun kütləsini tapdıq ki, bu 18.000 qram edirdi və ya 18 kiloqram edirdi və onun da 30%-i 5,4 kiloqram duz var idi tərkibində. İkinci qabdakı saf suyun miqdarı bizdən tələb olunur. 18 kiloqramlıq bir məhlul ikinci qaba töküldükdə ikinci qabda 12% məhlul alınır. Yəni 5,4 qram duz dəyişmədiyi, kiloqram duz dəyişmədiyi üçün duzun miqdarı olduğu kimi qalır, lakin faizi dəyişir, 12% olur. Məhlulun öz kütləsi 12 kiloqram idi və üzərinə də x kiloqram ikinci qabdakı suyu əlavə etdikdə məhlulun faizi həmişə 100% olaraq götürülür və çarpaz olaraq vursaq 540 bərabərdir 12 vurulsun 18 plus 40x. Hər tərəfi 6-ya bölsək, deməli burada alınır 90 bərabərdir 6-ya bölürəm 2 vurulsun 18 üstəgəli x. Hər tərəfi 2-yə də bölsək 45 bərabərdir 18 üstəgəlsin x. Deməli x də bərabərdir 45 çıxılsın 18 və buradan alırıq ki, x bərabərdir 27 kiloqram su. Deməli ikinci qabda olan suyun miqdarı 27 kiloqram idi.